Abituriyentlərimiz bir çox hallarda zaman keçdikcə biz bunu ali məktəbimizdən də müşahidə edirik. İxtisas seçimlərində daha dəqiq seçimlər, daha konkret hədəflər müəyyənləşdirə bilirlər. Amma təəssüflər olsun ki, bəzən yenə də biz abituriyentlərin seçimlərində müəyyən yanlışlıqlara yol verdiklərini də şahid oluruq. Bunlar hansı səbəblərdən qaynaqlana bilər? Abituriyent necə etməlidir ki, və yaxud da hansı yolu seçir ki, abituriyent müəyyən yanlışlıqlara yol verib sonradan ixtisasını dəyişməyə və yaxud da ki, ali təhsilin başqa bir deməli növündə təhsil almaq fikrinə gəlir. Təbii ki, bunun üçün birinci növbədə daha yüksək bal toplayan tələbələrlə münasibətdə onu deyim ki, burada yanlışlıqlar daha çox bala arxayınlıq yanlışlıqlarıdır. Onlar bal əsaslı, balı əsas meyar götürüb seçimlər eləyirlər və bala uyğun ixtisaslar seçirlər. Və burada təbii ki, onlar öz potensiallarını, bacarıqlarını deyil, məhz ixtisasın yüksək keçid balını nəzərə alıb burada ixtisas seçiminə gedirlər. Yanlışlıqlardan biri budur. İkincisi budur ki, onlar abituriyentlər bir çox hallarda və yaxud da onu istiqamətləndirənlər prestij naminə seçim etmək qərarı verirlər. Yəni onlar daha çox cəmiyyətdə nüfuzlu hesab edilən ixtisasların arxasınca gedirlər. Halbuki zamanla bəzən bir çox hallarda bu abituriyentin, bu şagirdin, bu gəncin, bu potensialının olmadığı aşkarlanır, üzə çıxır. Və təbii ki, üçüncü yanlışlıq bundan ibarət ola bilər ki, əmək bazarını araşdırmadan seçimlər edə bilərlər. Yəni, əmək bazarında gələcəkdə bu ixtisaslara və bunun potensialına uyğun, bunun gücünə, imkanlarına uyğun iş yeri imkanları və cəmiyyətə faydalılıq imkanları nə dərəcədədir? Bunu da araşdırmamaq haradasa az da olsa problemlərin yaranmasına gətirib çıxarır. Və təbii ki, bunun içərisində ən böyük önəmli məsələ özünü tanımaqdır. Yəni, abituriyentlərimiz hansısa proqramlar vasitəsilə, hansısa aktiv fəaliyyətlər nəticəsində özünü tanımalıdır, özünü kəşf eləməlidir. Yəni, özünün bacarıqlarını, özünün sevdiyi, gələcəkdə özünü görmək istədiyi ixtisaslarda oxumalıdır. Ən mühüm səbəblərdən biri odur ki, abituriyentlərimiz bir çox hallarda valideynlərin təsirinə məruz qalır. Valideyn təsirindən seçilən ixtisaslarda da müəyyən yanlışlıqlar olur. Valideynin istəyi, arzuları və yaxud da özünün çatmadığı arzuları övladları üzərində qurmaq niyyəti də bəzən yanlış ixtisas seçiminə gətirib çıxara bilir. Bunlar, bu müşahidələrimiz son illərdə mən baxıram ki, azalır. Təbii ki, valideynlərin abituriyentlərə dəstəyi lazımdır. Valideyn mütləq abituriyentin yanında olmalıdır. Ona həm əmək bazarını araşdırmaqda dəstək olmalıdır, həm ona maddi dəstək olmalıdır. Amma imkan verməlidir ki, abituriyent öz potensialına, öz arzusuna, özünün sevdiyi və özünün bacardığı ixtisasın peşənin arxasınca geçsin. Sevindirici haldır ki, son illərdə bu müşahidələrimiz onu göstərir ki, artıq abituriyentlərimizin qərar vermədə ki olan qətiyyəti daha çox önə çıxır və biz bunun bütün abituriyentləri əhatə etməsinin arzusundayıq ki, yəni həm yüksək bal toplayanlar, həm istənilən bal toplayan bizim abituriyentlərimiz öz arzularına, öz istəklərinə uyğun ixtisaslarda təhsil alır.